Herkese salam, hamınızı kanalımda salamlayıram, hamınızı xoş gördüm və istəyirəm vlogumu başlayım belə bir yerdən. Deməli, bura elit mağazasıdır, bütün tort ləvazimatları olan bir mağazindir. Və bundan sonra yanımızdaki Megastore girdim. Hal-hazırda ayın 9-udur və ayın 10-u mənim balaca oğlumun Emil'in ad günüdür və o ad günə hazırlaşıram. İstədim ki, biraz bağçada qrup yoldaşlarına Emil'dən bir balaca hədiyələr olsun. Onları düzəltmək üçün gəldim ki, baxım ki, bu hədiyyələrin içinə nə qoya bilərəm. Əslində bir şirniyyat hədiyyəsi etmək istəyirəm ki, uşaqlar sevinsinlər. Değerli izleyicilerim, deməli ayın 10-u Emil'in ad günüdür. Sabah isə ayın 9-u bağçada keçirtmək istəyirik. Ona görə bağçadakı uşaqlar üçün bəzi şeylər almışam. Hamıya hədiyyə vermək istəyirəm. А то тебе он не мешает. Spasibo Mimiçik. Deyir multiki saxla, sənə mişət eləməsin. Görürsünüz, arada nə ağıllı olur mənim balam. İndi gəlin göstərim nələr aldım. Bunu mən elit əzaslarınızda tort ləvazimətləri və çərəzlər. Buradan almışam. Burada hər şey var. Bişirmək üçün, bişirmək üçün. Buradan getdim, daha dedim, hamı üçün nəsə alıram, özümə də alım. Mənim belə formaçkalarım var idi, amma get-gedə köhnələyir. Mən əslində bunları daha çox xaladelnikə nəsə qoymağa istifadə edirəm. Nəinki sobada, amma o əvvəl aldıqlarımı sobada istifadə edirdim. Və biraz xarab olub, buna görə aldım. Burada deməli 1, 2, 3, 4, 6 dənədir və cəmi 1 manat 20 qəpiyə. Sonra qızlar bir dənə də bundan aldım. Bunun içində bu da həm soba üçündür. Mən isə bunu daha çox, burada da yazılar var, bunları silmək lazım. Daha çox bunları mən deməli şey üçün istifadə edəcəm. Nəysə dondurmaq üçün çox gözəldir. Bu sümük bulyonları, nə bilim əvvəlcədən soğan, markov, bunları qızardıb bura doldurub buzlamaq üçün. Çox şey burada buzlatmaq üçün çox gözəl bir şeydir. Deməli, bunun qiyməti də içində var 8.80. Bunun balaca formaları da var idi 7 neçəyə isə. Həmən buradan belə yumurtalar aldım uşaqlar üçün. Həm rozovı, həm göy. Rozovı qızlar üçün qoyacağım. Göy. Bilirəm bu əsl kinder deyil. Deməli, qiyməti 40 qəpik idi deyəsəm. Aldım bir gözəllik üçün. Qalan şeyləri mağazindən, adi marketdən almışam. Daha keyfiyyətli bir şeylər. Bunu sadəcə olaraq biraz böyle maraqlı bir şey olsun diyene. Tortun üstü için böyle bir şey aldım. Tortun üstü için bundan aldım. Bu şam, bir de 4 rəqəm nə almışam. Bunu bağçaya aparacağım. Bağçada bunu tortun üstüne koyacaklar. Mama, это до торта? Да. Завтра в садике тебе поставят. Və qızlar kilo ilə orada belə kilo ilə aldığım üçün paket lazım olurdu mənə bunları hamısını qoymağa. Kilo ilə satılır həmən mağazində bu paketlər. Deməli ölçüləri göstərim sizə qızlar. Biri belə ölçüdədir. Yəqin ki bunları da yığacağım. Bunlar həm yumuşaqdır, həm böyükdür. Biri də belə ölçüdə. Bunlar çox balacadır məncə. No, amma elə belə aldım. Hərdən lazım olur. Aldım. Kilo ilə satılır qızlar. Mən deməli hərəsindən bir 30-40 dənə almışam və cəmi 36 qəpik və 46 qəpik vermişəm. Və bu sadaladığım hər bir şeyə 23 manat 86 qəpik. Sonra girdim Walmart'a, yox, Megastore'a. Megastore'dan nələr aldım? 20 dənə hədiyyə düzəltməliyəm. Ona görə 4 upakovka Barney. Это мишки? Эти мишки мы купили булки. 4 upakovka Oreo. Мы купили булки мишки, это чипсы. А это что это такое? Это что это? Bunlardan aldım. Bunlar jeleykalardı. Görürsünüz burger formasında. Bunun kilosu qızlar 53 manataydı. Dəhşətə gəldim. Amma mən cəmi 23 dənə almışam. Это что это? Amma çox baha başa gəlir. 53 manata kilosu. Amma çox belə hədiyyə üçün çox gözəl bir şeylərdir. Mama, это что это? Я скажу, что это.
Это что? Arada daha getdiyim üçün özümə çörək, özümə bu mango konfeti, özümə belə pendir qoymağa qabaldım qızlar. Cəmi bu 1 manat neçəyə desəm idi. Bakın ne güzeldi. Şeffaf. Наоборот держи. Это так. Как наоборот? Наоборот. Tak? Да. Tərsinə tutmuşammış qızlar. Deməli, məncə belə də qoymaq olar. Çox şeysə belə qoyaq, az şeysə belə. Fərqi yoxdur. Amma mən daha belə xoşladım. Amma yenə də. O şimdi pendir qoyacağım bunun içinə. Bunu birinci dəfə dadacağım. Badam çakkalas. Мама, это что это? Я у Марьям пробовала. Мама, это что Как? это? Heç dadına baxmamışam. İndi bundan çay içəcəm və qızlar deyəcəm dadı Mama, necəsə. Mən heç baxın bu Mama, qədər что это? Это heç bilmirəm nədir bu. Мама, O şimdi Попробуешь. bunu indi baxacağım dadına. Emil уже dayana bilmir. Bir dənəsini də ona verim. Biri. это что это? Biri называется? попробуй. Это как называется? Вкусно. Çox dadlıdır qızlar. Это как называется? Çox dadlı. Вкусно? Мне тоже понравилось. Və qızlar 4 dənə də Black Kinder. İndi gəlin birlikdə upakovka eləyək. Невкусно. Və unuttum sizə deyim ki, bunun miqdarı, məbləği oldu 67 manat 25 qəpik dəhşət. Ну куда? İndi qızlar 20 dənə hədiyyə düzəltmək. İndi isə hədiyyəni yığırıq qızlar. Bir dənə Barney, bir dənə Oreo, bir dənə Kinder, bir dənə burger və bu oğlandısa bir dənə də yumurta görəkdən. Qız isə yumurta alacaq çəhrayərəkdən. İndi axırda sizə göstərəcəm necə alındı. А завтра в садике будет рождение? Да, на день рождения тебе тоже это дадут. И всем детям тоже, хорошо? Из-за того, что у тебя день рождения. А завтра в садик кто придет? Все. А еще я позвала, двое дяди будут в садике, которые с тобой будут играться, петь, танцевать. Не надо их бояться, хорошо? Как аниматор позвала? Хорошо? Emil animatorlardan çox qorxur deyənə mən ona burada başa salıram ki, sənin yanına 2 dənə dayı gələcək, onlar səninlə oynayacaqlar. Deyirəm yaxşı, deyir yox. O qədər qorxur ki, qızlar animatorlardan. Ümumiyyətlə mənim bütün uşaqlar animatorlardan, Şaxta babadan xeyli vaxt qorxurlar. Hardasa 5 yaşından sonra biraz öyrəşirlər. Düzdür, əsl o vaxt keçir. Hansı ki onlar belə çox oynayırlar, amma neyiniyək mənim uşaqlarım da belədir. Burada isə artıq hər şey kuloklara yığmışıq. İndi qalıb ki, lentlərlə bağlamaq üçün qızlar üçün rozvu rəngdə lent seçdi, oğlanlar üçün mavi. Belə alındı qızlar. Baxın nə gözəl. Məncə uşaqlar sevinərlər. Bu qızlar üçün, bu isə oğlanlar üçün. 20 dənə belə hədiyyə. Я кота Qızlar deməliyim, sizinlə istəyirəm. Aldığım şeylərlə paylaşım. Mənim paraşoklarım bitmişdi. Qızımı göndərmişdim. O da belə bir şey alıb. İçində deməli tabletka qabiyan maşına atılanlara oxşuyur. İçində belə bir şeylər var. Baxın. Yumuşaq. Birinci dəfə alıram. İndi istəyirəm istifadə edeyim. Üstündə Kitay dilində yazılıb, amma indi tərcümə edib baxacağım nə deməkdirsə. Və həmişəki kimi ABC paraşok və ABC parfum. Çox xoşuma gəlir bunlar. Bunları həmişə alıram. Sirupak.
diş üçün. Bu çox az bir də istifadə olunur. Toçnu diş üçün istifadə olunmur. Keks bir şeylər bişirəndə batırırıq, baxırıq. Deməli, cəmi bunların hamısına vermişik 29 manat 14 qəpik. Bu 12 manat idi. İçində 61 ədəd var. Deməli, 61 dəfə yumaq olar. Çox gözəl. Bu isə neçə dəfə yumaq üçündür. Üstündə deyəsən yazılmalıydı. Üstündə hardasa yazılmalıdır qızlar. Çox kirli camaşırlar 120 milli, normal kirli camaşırlar 90 milli, az kirli isə 60 milli əlavə edirik. Bir qapaq 90 millidir. Mən sizə deyim ki, mən həmişə bir qapaq atıram və baxmayaraq necə çirklidir, həmişə bir qapaq atıram. Belə. 33. Deməli, böləndə bunu burada 1 litrdir burada. 3 milyon. Burada 1 litrdir. 3. 3 litrdir. Zadnı bilsin. Burada 3 litrdir. Bunu böləndə 33 dəfə 90 millidən istifadə eləsək 33 yumaya bəs olur. Bir də nə almışım qızlar, göstərmişdim sizə ki bu bitmişdi. Təzəsini aldım. А другие запахи не были? Keçən dəfə də alanda mağazində biri qalmışdı, bu dəfə də 8 manat. Amma hər yerdə bu 10 neçə manatdır. Təkcə bu işimin yanındakı mağazindən. Цвет не тот. Bir də nə aldım? Bunu, keçən dəfə bunu tərifləmişdim sizə, çox xoşuma gəlmişdi. Yenə də, amma bu dəfə qara rəngdə aldım. Bu da quru və kırılgan saçlar üçündür. Eyni tip saçlar üçündür. Keçən dəfəki də onun üçün idi. Orada deyəsən daha çox quru saçlar idi deyəsən. Fərqi oydu və qiymətində biraz fərq var. Bu 15 manat neçəsə qəpikdir. O birisilər 16 manat neçəsə qəpik. Amma başqa mağazinlərdə 18 manata görmüşəm bunları. 2 dənə almışam. Hətta birini bacım üçün. Və qab yumaq üçün belə bir qubqalar. Qubqalar da hamısı yaxşı çıxmır. Bəziləri elədir ki, 2 dəfə qab yuyursun, pis günə qalır. Amma məncə bunlar yaxşıdır. Beləliklə, deməli, bu 4 dənə şeyə nə qədər vermişəm qızlar? 41 manat 81 qəpik. Qızlar, Faberlikdən sifarişlərim gəldi yenə. Bu dəfə 5 dənə eyni şampun. Hamısı eynidir. Bu qara timin nədir? Boşum, yadımdan çıxdı. Qara timin şampunudur. Saçın tökülməsinin qarşısını alır. Çox gözəl bir şeydir. Sonra yenə həmişəki kimi bunu, saç spreyi. Bu da saç spreyidir. Bu ama volüm üçündür. İçində keratin və ultrafiolet və filtr var içində. Ona görə bunu birinci dəfə, qarasını birinci dəfə sifariş eləmişim. Baxın görüm necədir. Çox böyük fiksasiya edir. Çox gözəl. Sonra bacıma və özümə diş pastası eləmişəm belə sifariş. Bunların diş pastalarını istifadə etmişəm. Xoşuma gəlib. İndi yenə də deməli ləfsəysimi göz bütün ailə üçün çox gözəldir. Sonra şampundur. Bu spreyin şampunu. İçində şey var, amarantas yağı. Deməli, mən özüm akazıca bunu sifariş etmişim. Özümdə unutmuşum. Belə şeylər olur məndə. Bundan məndə var və bacımın qızı özünə də sifariş etdi. Bu nədir deməli? Bu mango yağı olan gidrofilnik gel yağ ilə üz yumaq üçün. Bu da üz yumaq üçün geldi. Belə. O nədir? Этот мист для лица. Bu isə mistdir. Üz və bədən üçün nəmləndirici. Su kimidir. Это меня. Bunu mən sifariş edəcəm. İkinci dəfə ekspert. Bu deməli nə üçündür? Üzdəki qırışları, dərin qırışları nəmləndirir və düzəldir.
Mən sizə deyim ki, çox gözəl effekti var. İkinci dəfə sifariş etdim. Mən üzümdə bir dənə qırış var. Çox dərin qırışdır. Mimik qırışlara aiddir və bu onu çox köməkli edir. Ona görə ikinci dəfə sifariş edirəm. Всё. Bu qədər və bunlar hamısı mən sizə deyim ki, 48 manat. 8 manat ödəniş etmişəm. Qızlar, deməli bizə Rus qonaqlarımız gəlib Rusiyadan. Və baxın nələr gətiriblər. Bu isə konfityor. Bu isə plitka şokolad. Böyük. Bu isə pastila. Və belə bir çaxır. Biz də onlara hədiyyə eləmişdik. Həyif ki, mən çəkmədim. Biz də onlara bizim Azərbaycan milli şirniyyatından paxlavalar, bizim çaylarımızı belə bir böyük upakovka ilə bir hədiyyə elədim. Qızlar, vafli bişirirəm yenə. 2 xörək qaşığı şəkər, 30 qram duru yağ, duru yox, bağışlayın, kərə yağı, 30 qram kərə yağı əridilmiş. Qarışdırırıq qəşəng. Bura əridilmiş 30 qram yağ və 100 milli süt. Qarışdırırıq. İndi bura qabartma tozu və 120 qram un əlavə edib hər şeyi qarışdırırıq və vafli bişiririk. Artıq bu qızdır. İndi istəyirəm bura əlavə edeyim. Bir neçə dəfə bişirmişik. Çox dadlı olur və videoda da qoymuşdum necə alınırsa. Yenə də bişirirəm deyənə dedim bir də göstərim necə eləyəcəmsə. Bəlkə kimsə görməyib reseptini istəyir. Çox rahatdır amma qızlar. Bir dənə mənim vlogumda eləmişdim. Deməli, həm də biraz yağ tökürük. Yağ əlavə edirik birinci dəfə üçün. Bir dənə vlogumda mənim tvaroqla bunu kəsimi ilə elədiyim də var. Onda da baxa bilərsiniz. Əgər istəsəz resepti ilə yenə də bölüşə bilərəm. Deməli, bura xəmiri qoyuruq. Bir porsiyadan indi elədiyim 4 dənə olur cəmi. Bu çox azdır. Mən isə çox istəyirəm, çünki sabahları uşaqlara məktəbədə aparmaq üçün səhərdə yemək istəyirlər. Ona görə bir neçə porsiya yenə də bişirəcəm. Gördünüz, rovno 4 dənə oldu. İndi bunu bağlayıram. 15-20 dəqiqə 15-20 dəqiqə bişməlidir. Ona görə saxlayırıq. Baxın necə olub qızlar, amma hələ tam qızarmayıb. Ona görə biraz da saxlayıram.
Baxın, yenə nə qədər elədim. Doldurmuşam burada. Yenə 4 porsiya elədim. İndi isə bunu çıxartmaq istəyirəm. Çünki bunlar hazırdır. Görürsünüz nə gözəl bunlar qızarıb. Üstünə nə istəyirsiniz qoya bilərsiniz qızlar. Smetan, sonra bal, doşab, varenya siropu. Kim nə xoşlayırsa onu da qoya bilər. Mən isə bunları bura belə düzürəm. Və sırazu yenə də bura əlavə eləyəcəm. Yenə də əlavə eləyib koyacağım. Və hal-hazırda qızlar saat 10 olur. Mən isə hələ ki yemək bişirəm. Gördüyünüz kimi işdən gəlmişdim deyənə, gec oldu deyənə. Hələ indi də yemək bişirmələrlə oynayıram. Duz. İstədiyiniz ədviyyatları qatırıq. Kırmızı istiyot. Yaxşı-yaxşı qarışdırırıq. Burası qızlar. Mən qabaqla soğanı qızartmışam. Biraz buna şəkər əlavə eləmişəm, şirin olsun. Bir çay qaşığı. Şimdi bunu bura qoyuram bir. Əvvəlcədən qaynar suda saxlayan düyü, baxın nə yumuşaq olur qaynar suda saxlayanda. İndi bunun üstünə əlavə edirəm. İndi bura duz əlavə edirik. Su əlavə edirik. Deməli qızlar baxın. İndi nə edirəm? Belə bunun adını şpaşka deyirlər. Şpaşka. Это şpaşka. Bunda rus dilində şpaşka deyirlər. O şimdi belə bir çöp satışda var. Yəqin hamınız görmüsünüz. Buna indi bu döşətini salıram belə bunun içinə şaşlıq kimi. Birinci dəfə bişirirəm bunu. Reseptini belə bişirilənləri çox görmüşəm, amma axırıncı dəfə bir resept gördüm. Deməli, aşın üstündə edirdilər. Mən də xoşuma gəldi. Ona görə mən də eləyəcəm belə. Deməli, belə eləyirik və mənim qabım çox enlidir qızlar. Gördüyünüz kimi bunun uzunluğu çatmır. Bəlkə belə uzun çöplər var, amma məndə uzun deyil. Qoyuram belə üstünə. İndi hamısını, bu isə sushi çöpləridir. Qoymuşam belə. Kömək olsun deyənə, bunlar düşməsin də tam içinə. İndi düzəcəm hamısını belə eyni vəziyyətdə və axırda sizə göstərərəm. Məncə bütün uşaqların ən xoşladığı yemək hal-hazırda hara getsəm də hər yerdə görürəm ki, döş əti, toyuq əti, ümumiyyətlə toyuq.
Baxın qızlar necə alındı. Deməli belə qoydum toyuğu. İndi də üstündən falqa ilə örtürük. İndi də üstündən falqa ilə örtəcəm və 150-170 dərəcəyə qoyacağım. Əvvəl bir baxım necə alınırsa. Sonradan lazım gəlsə biraz da qaldıracağım. Və sizdə bu qab, əgər bu qab daha eni az olsa, bu çubuqlar rahat yerləşər. Məndə elə qabı olmadığından bu qabı da elədim. Ona görə suşi çubuqlarla köməkli elədim. Ya da ki, bilmirəm, satışda bunlardan uzun çubuqlar olursa, biraz da uzun götürə bilərik ki, enini götürsün də tam eninə çatsın. Mən isə deməli vəziyyətdən belə çıxdım. Bir də ki, qızlar, bilirəm, qabaq aşını çox adam xoşlamır. Altdakı plovu necə istəyirsiniz eləyə bilərsiniz də, onu dəyişə bilərsiniz. Tərkibini üstündən belə qoya bilərsiniz. Üstünü belə qəşəng örtürük. Və qoyuruq sobaya. Belə alındı qızlar. 1 saatdan da çoxdur burada. 170 dərəcədə, 180 dərəcədə pişir. İndi üstündəki falqanı götürdüm. Bir də salıram ki, indi bu toyuq biraz qızarsın. Baxın qızlar, balaca varenyalardır. Bu o hədiyyənin içində olan konfitürü. Dom varenya Soçinin də görürsünüz. Baxın, içində belə qab var idi. Və bu nədir? Bu konfitür iz jerdili. Cəm kimi bir şeydir. Bu gavalıdır, gavalı. Banıçkalar çok güzel. Bu da kiziyovi. Hələ dadına baxmamışıq. Amma ümid edirəm ki, dadlı olar. Və qızlar, başa düşdüyünüz kimi bugün ayın 10-udur və Emil dünəndən gedib nənəsigilə. Nənəsigildədir, ona görə evdə sakitçilikdir. Bugün onun ad günüdür. Amma biz dünənləri bağçada gözəl-gözəl ona keçirdik ad günü. Axırda qoyacağım necə keçirdiyimizi və indi istəyirəm ki, evləri yığışdırım. Tez-tez gözəlliklər yaradım. Evi də Emil üçün bəzəyək və nənəsigildən gətirək. Mən qonaq otağını yığışdırarkən bunlar isə burada bir yerdə şarları üfürürlər ki, qonaq otağı yığışdırıb qutaran kimi orada gözəllik yaratsınlar.
Və axırıncı bizim rus qonaqlarımız verən axırıncı bizim rus qonaqlarımız verən şirniyyatdır. Hər şey çox dadlıydı. Birinci dəfə bunlardan hamısından yeyirdi, düzdürsə. Yox, trüfel yemişi, elə bilməyin ki, trüfel yemiş. Amma bu marsipanlandı. Marsipan vəbşə bizim heç birimizin xoşumuza gəlmir. Amma burada o qədər gözəl orta bir vəziyyət eləyiblər. Az da babka eləyiblər. İndi göstərəcəm sizə. Və çox dadlı alınır qızlar. Mən nə trüfel xoşlayıram, nə marsipan. Amma даже mənim də bu xoşuma gəldi. Görürsünüz necə bir damcı bura marsipan da babka eləyiblər. Çox dadlıdır. Əslində bu Pobeda markası bizdə var. Onun plitka şokoladlarını alıram. Onlar da çox dadlıdır. İndi bundan da tapmaq lazımdır. Qızlar, indi deməli hər şeyi yığışdırdım, elədim. Bugün elə gün çıxıb ki, ümumiyyətlə günəşli havanı çox xoşlayıram, amma günəşli havada təmiz evlər xoşlayıram. Çünki günə çıxanda gün bütün tozlar, hər şey, bütün çirkli yerlər, hər şey görünür. Ona görə indi də başlayıram buranı pilisoslama. Getdim xalçanı həm də çırpdım ki, tam toz təmiz olsun və davam edirəm. Ən əsası da qızlar buradır. Bilirsiniz ki, koxuna biraz həmişə ən çirkli yerdir. Həmişə axıra saxlayıram ki, çünki burada qab var, stolun üstü var, hər şey yığışdırmaq var. Ona görə saxlayıram axıra ki, buranı tərtəmiz silim, təmizliyim.
İndi bunları hamısını yığışdıracağım. Stolun üstünü yığışdıracağım. Sonra plisoslayacağım. Sonra isə bunların üstünü keçirəcəm. Əvvəl plisoslayıram, sonra bunları siləcəm. Çünki yerdə toz tük olur. Mən o ən aşağısını siləndə maneçilik eləyir yerdəki tozlar. Başladıq. Bu isə yuyulmuş paltarlardı artıq. Orada da baxın nə qədər var balkonda. İndi bunları da sərəcəm. Bununla da bugünkü işlərimi bitirmiş olacağım. Gedəcəm, Emili gətirəcəm nənəsigildən və onun üçün şarlardan sürpriz eləyirik. Onları göstərəcəm və hədiyəsini verməliyik. Hələ hədiyəsini verməmişik və hədiyəsi nə olsa yaxşıdır. Yenə bir avtobus istəyir, bu dəfə göy. Qabları atacağım. Nə qab varsa hamısını qab yuyana. Çünki qab yumağa vaxtım yoxdur. Kalan qabları demək olar ki, heç nə qalmamışdı, amma bir dənə bıçaq, bıçaqları qoymuram. Sonra qoymaq və onları əllə yudum. İndi də istəyirəm ki, buranı florla da, qəfislə da yuyum, təmizlənsin buradan. Zibilləri atdım. Hələ ki, stolun üstünə keçməmişəm. Stolun üstü qalıb, varinaları buradan götürürəm. Uşaqlar gətirir, yiyir bankada. Bankalar burada qalır. Bunu yuyacağım, taxtanı. Konfetlər hələ ki qalır. Üstündə də belə qaşlar baş verir. Pendir qabını artıq istifadə edirəm. Gözəl görünür. Bu yağ qabım. Çaşka var. Hamısını koyacağım. Kapayacağım. Bu baldı kızlar Belaruski magazindən almışam. Baldı içində də çernika var. Çernika bilmirəm. Azərbaycan dilində nədirsə, hansısa gilə meyvədir çernika və bunları da sizə göstərmişdim Rusiyadan gələn. Bunlar hamısını saxlayıb stolun üstündə. Çünki uşaqlar burada olanda, stolun üstündə olanda uşaqlar görürlər, yeyirlər. Və mənim üçün ən əsası elə odur ki, uşaqlar görsünlər, yesinlər. Amma istəyirəm, belə bir şeyin üstünə yığım ki, biraz yığcam görünsün. Bu isə doşabdır. Saxlayıram burada onlarda. Belə bir şeyləri mütləq saxlayıram stolun üstündə. Ki, uşaqlar görsünlər, istəsinlər, yesinlər. Əgər mən onları qoysam şkafa, onlara heç vaxt yadına düşüb yeməyəcək. Əslində mən istəyirəm qızlar. Mesela taxtadan bir bunu yuyacağım, burada qoyacağım diş çöplərini. Belə bir şeydir. Çoxdan almışım, xoşuma gəlir, gülə oxşayır. Əslində istəyirəm ki, nəsə bir taxtadan gözəl bir şey alım. Ümumiyyətlə taxta qablar xoşuma gəlir. Alım və belə bir şeyləri onun üstünə geçən gözüm səliqəli görünsün. Yeri plisoslayacağım. Ona göre üstündekileri birazını attım bile. Böyle. 30 qablarıdır. Benim bunları donuz ilində Rusiyadaydım. Oradan almışdım. Bu deməli istiot içindir. Bu da duz. Ərarvat. Beləliklə stolun üstü də yığışıldı. İndi isə yenə keçirəm. Bura və stolun üstünə yığışdırdıqlarımı indi buradan yığın götürüm.
branda mestasını siləcəm. Amma əvvəl istəyirəm mən zibil qabımı götürüm. Buradan. Nasıl gidiyorum? Nasıl gidiyorum? И этот мокрый салфетки принеси срочно. Həmişəki kimi mən sevimli salfetkalarından silirəm bu zibil qabını mütləq. Gözəl. İçi təmizdir ama yenə də biraz siləcəm üstünü, içini. Mən 2 qat paket edirəm ki, su vidroya düşməsin. Artıq mətbəxi də bitirdim. İndi isə istəyirəm göstərim sizə Emil üçün necə şarlardan evi bəzətmişik və gələndə Emil çox xoşbəxt olacaq və bir də tortik almışıq. Bu il biz evdə o qədər qeyd etmədik, çünki gələn il 5 yaşı olacaq, daha yaxşı başa düşəcək ki, ad günüdür və qonaqları gözləyəcək və istəyirik gələn il biraz təntənalı qeyd edək. Bu il isə öz aramızda, öz ailəmizdə qeyd etdik belə happy birthday. Yazdıq ona və belə şarlardan gözəlləşdirdik. Çox xoşlayır maşınları. Ona görə biz də hər tərəfi maşın şarları ilə bəzədik bunları. Çoxdan Temu'dan 1-2 ay bundan qədər zakaz etmişdim və indi də gördüyünüz kimi lazım oldu. Bu ise Emil'in bahçedeki bayramıdır. Sonunda bundan da biraz koydum kadrlar sizin için. Emil'in çok hoşuna gelip ve herkese teşekkürümü bildirmek istedim ki sonuca beni izlediniz, benimle oldunuz. Eğer hele de abone olmamışsa abone olmanızı unutmayın ve like koymayı unutmayın. Gelen görüşlere dek.